Salam Elcan, hər vaxtınız xeyir olsun. Bəli, bugün İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin ikinci görüşü baş tutdu. Qeyd edim ki, bu son 3 ildə ikinci dəfə üzbəüz sülh dialoqudur. Danışıqlar əlbəttə Türkiyənin fəal vasitəçiliyi ilə aparıldı. Elə görüşü də Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan açdı. Türkiyə nazir bildirdi ki, sülh əldə olunsa, qlobal miqyasda yaşanan qida, enerji və logistika kimi bir çox məsələlər öz həllini tapar. Bu prosesdə Türkiyə olaraq lazımi bütün addımları atmağa hazırıq, deyə o bildirdi. Bundan başqa Hakan Fidanın sözlərinə görə görüşdə Ukrayna və Rusiya liderlərinin görüşünün təşkili, atəşkəsin əldə olunması və humanitar məsələlərin müzakirəsi nəzərdə tutulub. Bundan sonra sülh danışıqları bağlı qapılar arxasında keçdi və 1 saatdan çox davam etdi. Daha sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski görüşün nəticələri barədə jurnalistlərə açıqlama verdi. Bildirdi ki, danışıqlar zamanı Rusiya Federasiyası Ukrayna tərəfinə 2 hissədən ibarət memorandumu təqdim edib. Qeyd etdi ki, Rusiya Federasiyası memorandumun ikinci hissəsində atəşi dayandırmağın bir sıra yollarını təklif edib. Onun sözlərinə görə Rusiyanın memorandumu ətraflı və tam işlənilmiş haldadır. Bundan başqa Rusiya nümayəndə heyətinin rəhbəri bildirdi ki, Rusiya və Ukrayna əsirlərin dəyişdirilməsi barədə razılığa da gəliblər. Məlumata əsasən ağır yaralıların və xəstələrin hamının hamıya dəyişdirilməsi barədə razılıq var. Bundan başqa Rusiya Ukraynaya 6000 əskərin meydində verəcək. Vladimir Medinski bildirdi ki, Rusiya Ukraynaya cəbhənin bəzi hissələrində 2-3 gün ərzində atəşkəsin elan edilməsi barədə konkret təklif də irəli sürüb və bu barədə razılığa gəliblər ki, hər iki tərəf döyüş meydanından ölülərini götürə bilsinlər. Ukrayna tərəfi isə yaxın günlərdə bununla bağlı təklifləri dəyərləndirəcəyini qeyd edib. Bundan başqa Rusiya tərəfinin açıqlamasına görə Ukrayna 339 uşağın adından ibarət siyahını Rusiya tərəfinə verib ki, bu uşaqlar Ukraynaya qaytarılsın. Rusiya nümayəndə heyəti isə bu məsələni şou adlandırıb və Rusiyada bir dənə də oğurlanmış uşağın olmadığını bildirib. Əlbəttə, bütün bu proses Rusiya mətbuatının diqqət mərkəzində oldu və görüş an Rusiyanın federal kütləvi informasiya vasitələrində işıqlandırıldı və işıqlandırılmaqda davam edir. Rəsmi Kremldə isə görüşdən əvvəl açıqlama vermişdi və qeyd olunmuş ki, prezidentlərin görüşünü təşkil etmək üçün birbaşa danışıqlarda irəliləyiş əldə olunmalıdır və bundan sonra Rusiya yüksək səviyyəli görüşə hazırdır. Elə görüşdən həmən sonra Türkiyə tərəfi yenidən açıqlama verdi. Qeyd etdi ki, görüş möhtəşəm keçib və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkənin prezidentinin görüşünün təşkili ilə bağlı təşəbbüslə çıxış edəcəyini bildirdi. Türkiyə prezidentinin sözlərinə görə belə görüş baş tutsa, bu görüşdə Amerika Birləşmiş Ştatlarının prezidenti Trump da iştirak edə bilər. Bir sözlə bu görüşdə də atəşkəsə nail oluna bilmədi. Növbəti görüşün isə bu ayın sonlarında elə İstanbulda baş tuta biləcəyi deyilir. Bu barədə isə Rusiya kütləvi informasiya vasitələrinə diplomatik mənbədən bildiriblər. Elcan, Moskvadan bu saata çatdırmaq istədiklərim bunlar idi. Söz yenidən sizdədir.